Acı biber çoxumuzun vaz keçə bilmədiyi biber növüdür. Tərəvəz yeməklərində və ətin yanında bol-bol istifadə edilən acı biberin faydaları 100 illərdir bütün mədəniyyətlər tərəfindən bilinir. Acı biber dünyanın hər yerində və hər iqlim şəraitində yetişən tərəvəzdir. Bir çox yeməyi dadlandıran bu tərəvəz xüsusilə kalsium, kalium və vitaminlər baxımından olduqca zəngindir. Acı biber ürək üçün çox xeyirlidir. Tərkibində ürəyə xeyirli qida maddələri olan acı biber bədən istiliyini artırır və qan dövranını sürətləndirir. Bundan başqa qan hüceyrələrinə yapışan toksinləri də təmizləyir. Yüksək təzyiqi olan xəstələrə bu tərəvəz təklif edilir. Təpədən dırnağadək qan dövranını sürətləndirən acı biber qan təzyiqini də tarazlayır. Tərkibində olan bir çox maddə xərçəng hüceyrələrinə öldürücü təsir edir. Buna görə də qan xərçəngi və ağciyər xərçəngi xəstələrinə məsləhət görülür. Acı biber mədə bağırsağa da yaxşı təsir edir. Bağırsaq hərəkətlərini artıraraq həzmi sürətləndirən acı biber mədədəki turşuluq və qaz kimi narahatlıqları da aradan qaldırır. Qeyd edək ki, qastrit, mədə xorası, mədə-bağırsaq sistemi xəstəliklərindən əziyyət çəkənlər acı biberdən uzaq olmalıdır. Eyni zamanda qaraciyər və böyrək xəstəliklərindən əziyyət çəkənlər də ondan istifadə etməməlidir. Əsrlərdir acı biberdən alternativ tipdə istifadə edilir. Yerli xalqlar onunla müalicə üsullarına əhəmiyyət verirlər. Soyuq havalarda ayaqqabıların içinə qoyulan acı biber donmadan təsirlənmə dərəcəsini azaldır. Qanayan yaraya qoyulan acı biber qan axmanı dayandırır və iz buraxmadan yaxşılaşmasına təmin edir. Acı biber baş ağrısı, soyuq dəymə kimi hallarda da istifadə edilir. Bundan başqa ağrıkəsici xüsusiyyət də olduğundan diş ağrıları, ilan sancmaları və miqrendə də təsiri böyükdür.